sonra görürsən fərq eləyir. Müşkül olur biraz. آفرین دقیقا. Özün bilirsən nədir. بله. خب این isteseniz دوباره ازدواج fikir etsin. Yox. Heç bir şeydə dünyaya gələmə əslən. Bu zamanədə ha, demirəm izdivac yaxçıdır, pisdir. Yox, bu zamanədə. Bu zamanədə işte منظور var. نه بابت باحالıq ya xiyanət ya etimad. Yox, bahalıq bax, bir heç kəs acından ölməyib çıxanım nizə. Elə hamı bir təriqlə tapır, yiyir, geçinir, ölmədiril. Biri az, biri çox. آفرین بله. Muhiti elə bir cür eləyiblər ha. İndi sən hər hara baxırsan şikəst xorda nə olub? Məsələn, xanımım kələ vurub, nə mənəm var, alıb gedib. Ya məsələn, xanım həmcür, demirəm xanımlar pisdir, yox. Ələn xanım var, mən özüm tanıyıram. 3 dənə uşağı, 3 yaranı ilə saxlayır. O cür qeyrətli xanımlar da var. Bizim də hələmizdədir. Əlanlar yox. Əlanlar elə azıqlarına gəlməsin. İndi yaman yazacaqlı ya. Əlan elə apar. Dodağı çəkir aşağıya. Bura qozuyur. İstəyəsən məsəl deyəsən çək oyana sabah dadqahdadır. Qazi də baxmır oğlana ki, baba. Ax, qədim qazilər bu cürdədir, xanımıza. Qədim xanım gedərdi ki, şikayət eləyə. Məsələn, mən Mehriyə istəyirəm. Qazi qışqırardı üstünə. Xanım deyəndə Peyğəmbər deyib, məsələn, Mehriyə həlaldır. Xob, bəniyə onu bilirsiniz, Peyğəmbər deyib Mehriyə həlaldır. O birisi ki, Peyğəmbər də deyib, o birisi bəndində deyir, ağa, xanım haqqı, icazə, bilvan su, həmsaya, öz xanvadəsinə verənməz. Gərək ərindən icazə ala. Və o niyə demir Peyğəmbər? Və qazi o niyə demir? Onlar demirlər ki, gətirlər deyirlər fəqət Peyğəmbər deyib Mehriyə ver. Elə cavanlar, elə olanlar hain nəfs orada. Arvad da bir dənə divisto şişə alır, bir dənə it qoyur qabağa. Hələ tohun eləmirəm, ha itdir, heyvandır söylür. İtin adını qoyur babu. Dünyamdır, məhəbbəti var. Nə insandan yaxçıdır. Yo, insandan yaxçı da, heç vaxt it gəb insandan yaxçı ola bilməz. Çün bu, gəlib Mehriyə alıb, zinnicanlığı dağılıb, geyir oturur, tək, əfsorda olur, pənah apar itə, pişiyə, heyvan saxlaya. Baba da sən saxlayanıdın, ərvi saxlayaydın da, iti nəyə saxlayırsan? Hançı xanımı gəlib ərin, məsələn, yıxıb, pulunu alıb, kələh vırıb, Mehriyə alıb, hər hancısı xoşbəxt olub? Heç biri. Elə hamısı görsən maşınla xiyabanda o cə taq vırırlar, bu cə taq vırırlar. Elə təsadüf filan. Heç kəs şikəst yiyib, qeydib əvvəlki zindicanlığını eləyə bilməz. Çə ağıla, çə xanım ola. Şayət üzdə zindicanlıq eləyə, çıxa eşiyə, qeydə, dolana. Vəli o ürəyin təhində elə görərsən ki, ürək silkələnər. Ləxlər. Heç vaxt xoşbəxt ola bilməz. Heç tərəf. Mənzuruz budur ki, əvvəlki zindiqanlığa ürək silkələnər. Bax, indi məsələn, biri, məsələn, xanım, gəlir Mehriyə alır, gedir, məsələn, geyir ayrısına. Yaxşı, o 2000-ci ər, məsələn, əvvəlkindən yaxşı ola bilər. Çox çətin, 1000-də 1 nəfər, 10.000-də 1 nəfər o cür rast gələr ki, məsələn, 2000-ci zindicanlı əvvəldən yaxşı ola. Çünki hamısı zərbə xordədir. İndi hangi xanımı dindirsə, neynirəm əri? Ya məsələn, ağa da həmçinin, neynirəm arvadı? Bunlar hamısı pisdir, yaxçı deyər ki, bizim camiəmizə. İndi 10 il sonra bax gör, nə olacaq? Heç olacaq da, kullən izdivac ki, götürülür. Görürsünüz də. Qəblən elə ayda bir daha toya girdi famillərdə. İndi 5 ildən bir daha toy olmur. Bu şikəstdir da, mərduma, ağıya. Salam canım, yaxşısan? Necəsiz, yaxşısınız? Şuva dönüm, sən nədirsən, yaxşısan? Sağ olun. Siz necəsiz Hacıya? Yaxşısınız inşallah. Baş-başa yaşayacaq inşallah. Boynuma görüşmək. Əlan bu xanım ki, məncə adı yadımdan çıxıb gözəlim. Adınız nə? Şəbnəm. Təlaq alıbdır, xob. Şikəst xoردədir. Vəli şədidən muvafiq izdivacdır. Yəni müxalifəsiz. Yəni sizin müxalif cibhə xanım.
Siz beni burada gelmişsiniz. Böyle adam vardı burada, orada bas tanışırsınız ki. Böyle o zamanlar ki bakın niyeti vardı. Sen dönem keçirdip sen hala zindəcəliysən, izdivac edirsən. Bir tane bir zaman ki 25-27 yaşı. Siz niye korkusunuz bir tane zamanı? Ben olabilir diyəsiniz. Şebnem gel tu veslo. Son Gel tu veslo. Sen dubara sormuş beni. Çekilmişsin burada alan danışırsan bir tane bir onlarla gece peder ya bir onlarla bir tane ağa ya bir onlarla bir tane İranlı hop sen iki zindacı ötüpsen özünde şeyle çahar salih unvanında olursan hem seninle kod emeni zindacı elipsen bir zaman iki niyeti var izdivac Yakup düzdü pul yoktu düzdü sermaye yoktu niye canak korkuzasan alan sen bir tane bir zaman üzerine şopha verirsen o Ben korkutmuram. O zamanı için. Bir dakika. O zamanı için mənim sözümlə izdivac eləməyəcək, heç eləməsə yaxşıdır. Biri istəyə izdivac eləyə, heç kəsin sözünə baxmaz. Ya, iştibah bərdaş eləməyin. Eləyən bilir, niyə mənim özümün zamanımda deyəndə qorxur. Heç vaxt bak təsvirdə, sayədə var. Nefrət izdivac, nefrət zendigi gətirməyin. Niye getirirsiniz bir tane zamanı siz hale korkacağım. Bir tane o tane siz gətirəsiniz. Əvvəla Sən qorxma acınan. Heç cavan qorxmaz. İndi cavanlar 3-3 alırlar ya birin pulu olsa. Ya alsın. Cavan mənim sözümlə almayacaq ki. Mənə xanım Rizadiyə təcrübə bir də qeydib alarsan deyim yox. Da mən alma. Ölüncən xanım almaram. Nasıl uçacak nerede? bir sözü. Şebnem bir de aram. Şebnem savaşmırıq ki güzel. Bilmirik ki nə deyik. Qışqırır fəqət. Qışqırır fəqət. Yo, qoy Kazak'tan gəlim. Üstə mən danışım. Qoy Kazak'tan gəlim. Fikrimə əvəzliyim gəlim. Dubarəcə gözəl. Getmə mənə əvəzdiysən əvəzlə, boğazı da yaşla qışqırma. Xanım Rizai məndən soruşdu, izdivac elərsiz dedim yox. Savaşmırıq qardaş. Bilirsin. Yox, mən özümü deyirəm. Niyə yox xanım Rizai? Rəncidə olmuş. Veribsən. Yox, Mehriyə verməmişəm. 10 bərabər götürüblər. 10 bərabər Mehriyə, 98-də. Mədarıkim də var, desən yollaram bilə. Mən o müqabilindən nə görürəm? Əziyyət eləyiblər. Əlamətim. Rapopda rəncidə olmuşam, ünnətsən xanımadır. Xanımlar müqəddəsdir, biz bir söz demirik, bir etiramlıq da eləmirik. Siz mən də deyim, yox. Niyə? Çünki görmüşəm. Siz axı bilsən, bəzi xanımlar hər zadı gətirlər sallı ağaların başına. Yaxşı, ağam pisidir, əvvəlki məsələn ərim pisidir. Ağa pisidir, nəyə gedirdin? İndi bilməyibsən, gedibsən. Yaxşı, mən heç vaxt, bəzi 5-6 il təlaqdan sonra yenə də gətirib xanımım xərab eləmərəm. Çünki Nəcr olsa uşağımın nənəsidir. Afərin. Yaxşı, hər zadı gizlədərəm öz yanımda, necə də gizlətmişəm. Milyardı da pulumu götürüblər. Vəli səsimi çıxartmamışam. Niyə? Demişəm uşağımın nənəsidir. Niyə uşağıma sətmə dəysin? Vəli nə mənə rəncidə olmuşam qəlbidən. Çoxlu ağalar, dərki sizdə olaydı. Mütəəssifanə, hər kəsin ki işi təlaqa təşi ayrı bu, başlıyor abörü riziyə. Vəli dərhal düşünmürlər. Da o pisdir. Yox, indi elə ağa ola, xanım, elə vaqən nə bayaq bir-birini pisliyələr. Sən gedib ərə, məsələn, şahid mənim xanımım gedib ha, yaxşı, onun rəbti yoxdur. Və cinə pisləmərəm ki. Əslən, pisdir, bu kəlmə pisləmək çox pisdir. Adamın öz şəninədir. İndi mən gələm deyim, məsələn, mənim xanımım qardaşına tərəf çıxdı, qardaşı məndən sirqət elədi, qab sənnumunu boşatdı, filan oldu. Mən gəlim, məsələn, öz xanımımı xərab eləyim. O yaxçı işdə, heç elə də savadım yoxdur. Şayət bir adam gələn, məsələn, bağ-səvat danışa. Səlam aleyküm.
Mən o dərk elədim, mən o bildim. Salam, yaxşısınız, xoş. Yaxşı şala xanım, təsvirin yoxumdur mən. Eyvah, siz görürsünüz Rəsul məni? Bəli, var. İnternetdəndir. Ağay, yaxşısınız, xoş gəlmisiniz. Bəli, qurbanam, yaşayasınız. Nəzər izləmənədir Ağa Rəsulun sözlərini? Mən Ağa Rəsulun sözlərini təyid edirəm. Vaqəən çox gözəl sözlər dedi. Yəni vaqəən təcrübə qoyub bir yolda çox da dəqiqdir. Hamısını düzdür. Vaqəən cavanlarımız gərək izdivac eləyəndə söylə imzalamayalım. Mən də onu deyirdim. O xanımla rahat olurdu. İzdivac elə, amma qulaqlarını aç, yaşa, bil kiminlə izdivac edirsən, bil imzanın nə yağırırsan. Sabahlam Allah eləməmişdən xanımın fotu eləsə, xanıvadəsi mehdiyəsini qoyaracaq. Əsən pis xanıvadə olsa. Bilsən nəcür olur ağa, o dəqiqə ki insan cavanlıq vaxtıdır, izdivac düşür pis vaxtda, yaxşı heç zat bilmir. İnsan dağıdır, elə fəqət deyir, alım. Yəni məsələn gözünə aşıq olur, ya qiyafəsinə, da bu gəlib o qədər ki fəhmi, ya məsələn şey yoxdur ki, ağa bu sən 5 il sonra hesaba qoy. Olar baxmır, elə əvvəldən nə mənədir, məsələn mən öz dədəm, nənəm, getmə uzağa, uzaqdan alma, öz dilimiz, arıq qoyun öz dövrəsində kökələr, mən saymadım. Misal mən, çoxları mənə taydı. Bəli, məsələn, biz zərifə fikirlə, əqllə izdivac eləsəydin, məsələn, o şikəstlərdə olmaz. Kullu məmləkətimiz əlan o cürsünədir. Özdə fikir versən, bizim də hələn əksəriyyətləri o cürdə, heç indikilər elə getmək həmin mehliyə alırlar. O cürdür. Orayla gəliblər ki, məsələn, sufranın başında deyirlər imzalı ağalar da özləri rızayətindən imzalayıb da. Bilmir da, o ləhzə, o sinnidə bilmirlər. O sinnidə bilmirlər. Əqlindən gələnməsi qabağa, bu ürəyi ilə, əsası ilə. Gözü ilə. Baxın, təhcanlı. Hər nə desənə qəbul eləyəcək. Hər nə desənə qəbul eləyəcək. Qanunlar həkkindən difa eləyərəm. Xob, ta zamanı ki, uşaq doğur, uşaq böyüdür, zəhmət çəkir, evində işləyir. Onda bu cür şeylər etiraz eləmirsiniz. Amma Xuday nəkərdə bir dənə ixtilafa yetirdiniz, müşkilə yetirdiniz, məsələn, ağalan etirazlar qozlanır. Nədən? Yox da, müşkül xanımdan olanda biz deyirik. Mən əvvəldə də dedim, Əlan xanım var, 3 dənə uşağı yaranı ilə saxlayır, özüm tanıyıram. Mənim nəzərimə oğlan qisməti gedir izdivac edir, başı qızışmıyor. Hesab kitabla, deyən mənim belə varımdır. Mən durum məsələn 14 dənə sikkəlik varımdır. Mən niyə duran tarix təvəllüdünə bunun mehliyə salıram? Əlan mən İranlı olmaram, mən Urfada yaşayıram. İranın eşitmişəm tamam zindanları hamısı mehliyə xatir dolubdur. Hələ qədan eləyiblər, mehliyə də zindan yoxdur lan. Elə fəqət qismətlik eləyirlər, mehliyə sikkə alalar. Şəbnəm, deyirəm, baxılır, rədd elədilər də sən gətirəmirəm üstə, ona xatir. Öndə ağa, indi nə eləməliyik? Yəni, indi ağa, sizin özünüz də indi izdivaca təslimimiz yoxdur? Mən özüm şikəst xordiyəm, niyə da mücərrək qalmayacağım ki, mən izdivac eləyəcəyəm. Bəli, Xəday bir sinnidə izdivac eləmişdik ki, ehsasımızla, ürəyimizlə gitmişdik qabağa. Və indi də gələ əqlimizlə gedək. Taqətimiz yoxdur ikinci şikəstdə. Afərin. Hər nə olsa gəlir, başda biləxərə adam görə, işin usulü görə, vaqəən o tərəfin qəşər tanıyaq. Sabah müşkülə yeməyədir da biləxərə. Biz bir sinnidə deyək ki, bir dəfə də tərəşdən qeydək şikəstiyək. Şəxs sözümü deyirəm, Ağadan nə minə buyurmuşdu?
Hamısı mənim bir dənə zindəqanlığımda oldu. Yazıblar onda biz Mehriyanə həsb eləsək, onda görək kimlər. Misal sən kimə Yox. misal? Yo, Mehriyə Deyirəm, həsb eləmək ki, o yazanlar, ya məsələn o cür fikir eləyən, Mehriyə şey eləmək ki, Bunu biz qəbul zərrə anda həsb Mehriyə müşü yaranar. Bura Avropanın fərhəngi. həsədlərsən, o Deyirəm. Mehriyə olmasa olmaz şeylə, yetirən birini alar, bir ay sonra boşlar. Yox, Deyirəm, burada Mehriyə olar, Avropada, sazişi olsun. deyirəm Avropada Mehriyə yoxdur. Xoş, Avropada Mehriyə yoxdur. Belə dayı bağışlarla oğlan da bura kimi meşələləmirlər. Ay belə bitkə vəsailat, belə işi gözünən, belə Mehriyə. Burada o cür bir şey yoxdur. Xiyanət də yoxdur burada. Və dadığalar buran əslən təlağa görə morid, burada əslən adam yoxdur. Və niyə bunlar yaşayırlar? İranda mənim nəzərimə, Allah su təfahüm olmasın xanımların içində, duraz bu cəm. Bəzi xanımların cəmməsi çəmir da. Deyir, ağa, sikkələn olub məsələn 80-90 milyon, qoyum əlimi qara eləməyəcək ki, bir soğuyandan sonra tərəfi dibdən vurur. Vaqiyyət. Mehriyə həzb eləməsinlər ki, xanım Nicay. Biz zərrə qutaq gəlsinlər. Məsələn, əziyyət eləməsin. Çey ağa, çey xanım. Məsələn, kəmbudun oldu zinnicə olsun, təhəmmül elə. 5 gün mən önləmə bir nəfər gördüm, həm klasım idi. Vaqən də basəvat, çox da qəşəng yerdə idi, Təbrizdə idarədə. Nə xəbər filan deyə bu cür. Mən İstanbul'u qaldım, heç zat yerə xanımısı məsələn götürüb, bunun tamamını hər zadın bağlayıblar. Əslən bir vəz olsa gəl görəsən. O bizə az elə. Nəm istəyi o az elə də. Geçinsin nə cavablar Dadığan pilləsində aşağı yuxarı gedənlər bir zaman hamısı bir-birindən ölürdülər. Bəli. Vəli əlam şübhə dadığan. Camiədə də günah var, tamam. Mərdumda da, xanımlarda, ağalarda da, camiəmizdə də var. Bir zaman bir arvad istəyəndə boşana, o zaman xanımı, arvad deyilən pisdir, boşananda qazi əvvəl qışqırardı xanımın üstünə. Gedi otur görüm yerində. İndi yox, elə ayağın qoyur ora, qazi çönür xanıma deyir ki, neyniyim, bir şey var, alım ötürüm. 20 gün əcəm mən səni boşaltdırıram. Nə mənə də var, Allah'ım oğlanla dədəsin yandırıram. Ağalara tərəfdarı. Yox, biz sən Nəzirət xanımca, çox söz demək olmaz, layvıdır. Pulun tərəfidirlər, ağalan xanımdan yox. Vallahi nə bilim, Ona görə deyim. Bədbəxt olub da mərdum. Ona görə mərdum bədbəxt olub. Avropayla mən işim yox, vəli İranda Mehriyə olmasa, bəli, ağaları saxlamaq olmaz. Bu bir vaqiyyətdir, qəbul edir. Olmaz bu. O düz, onun alarlar. Nəşi xoşum gəlir, vaqan saxlamaq olmaz. Onu, arasın, onun aldılar, onun da xərcini yetirə bilirlər. Bəli, adamlar yetirir. Yox, əslən, indi sən öz qızım, mənim qızım, sənin bacın, mənim bacım, yox, bax bir. Sən icazə verərsən bacım bedunu Mehriyə gedə otura filanın evində. Bir ay sonra vurallah tallı eşiyə. Yox, Mehriyə olsun. Mən dedim nə saziş də olsun. Xanım vaqən ya saziş eləyə. Həm deyə, bəli deyə ağıya. İndi xanımdan yox. Nə bəli deyirlər, biraz da kişiyi boğurlar. Heç qoymurlar danışar kişiyə. İndi xanımdan o cürdür. Hala bizim dəhələmiz yaxçıdır. İndi cavanlar çox pislərdir. Tanışlardan, dostlardan var idi ki, ağanın bir dənə silləsinə getdi Mehriyəsin qoydu icraya boşandı. Tək bir dənə silləsinə. Xoş da vurmazlar ki xanımı. Xanım, əslən nə bayat vurasan? Əslən. Xanım özü nəzür deyəndən sonra insandır. O da gəlir, sən uşağı saxlayır, evi təmizləyir, hər zada yetişir. Məsələn, önləmə bir sərdən çıxarıq, burada danışarıq. Necə xanımdan yığışıb bir yerə qeybət elərlər, ağalar delərlər. Və bir dənə kişi çöndü deyir ki, necə xanım olmadıq, yağı çaq yataq evdə, deyim, aha, sən iştiba eləyirsən ağa.
yeyib içib yatmaq deyil. Afərin. Bir daha çayxanada 40 da aşağı saxlayasan, bir daha uşaq saxlamayasan. Çünki sən uşaq saxlamısan ki, ağa, geysən idarəyə, qıçıva açırsan, qıçıva bir daha çay içsən, axşamda gəlsən, eyvay öldüm xanım, corablarımı çıxart. O sübdən axşama uşaq saxlayır. Gəzə axşamda sən corabı çıxartsın. Yox, biz haqqı vermirik tamam ağalara. Bəzi ağalarda vaqəən pis iş görürlər. Məsələn, xanımı niyə gərək vurasan? Yox, vurmaq yaxşı deyir. Mənim nəzərimə. Xanımı nə bayat vurasan? Bəli, xanımlarda, xanımca biraz bir yədəflik eylə, kişilərə əziyyət eylə. Cərcəvanla dözənmir vurur. Bəli, bizim dəhələrimiz heç vaxt demirəm vurmazda, vurarlar, olar. Bəli, az tər. 1000 nəfərdə 1 nəfər. Bəli, 1000 Xanım nəfərdə 5. mənə zəng vururlar, mən zəng istəyirəm. Xanım mənə zəng vururlar, mən düşürəm, mən təzəşdən dərxast verəcəm, gətirəsən. Cavab verim, təzəşdən. Tamam. Yo, ağay, Arasu, sözləriniz vaqəən məntiqidir qardaş. Vaqəən sözləriniz məntiqidir. Mən sizin sözlərinizdən çox xoşum gəldi. İndi məsələn bir xanım gəlir, mən sizə sual soracağım. Çünki məntiqi danışsınız, siz nə qardaşımsınız. İndi xanım söhbət xoşdur və İndi zindiqanlıq elə yerə dayanır ki, nə xiyanət var, nə ayrı bir səlamat olasınız. İndi mən bu sualı soruşacağım sizdən. İndi bir ağa xanım nə xiyanət olub, nə ayrı bir zad olub, heç zad olmayıb. Vəli vaqəən bir mərhələyə yetiriblər ki, doyublar, istib eləyiblər. Saziş yoxdur. Nə qədər təlaş edirlər, saziş yoxdur. Və axır yol budur ki, bunlar bir-birlərindən ayrılalar. Xub, indi bunlar nə etməliyik? Bilirsən, o nə ağada günah var, nə xanım Rızay, hər zad indi tikrarı olubdur. İş tikrarı olub, zinnicanlıq tikrarı olub. Xanım bax, bir bekub evdə qalır. İnsan heç olmasa ayda bir seyəcək müsafirətə gedər. Xəridə gedər. O xanım bığı sövər də. Xəridə gedər, müsafirətə gedər. Mütəəssifanə bahalıqdır, şoğlu yoxdur, pul yoxdur. Ağa eləyənmir, məsələn, bu işləri yer bir eləyə. Xanım da məsələn, baxır, məsələn, özündən böyüyə, bacanana, ona, buna, eyvay filanı görürsən nə xoşdur, biz yox. Da məcburdur, o da gəlir, dərxastı tələq verir. O gedir camiəmizə, heç birində günah yox. Nə ağada, nə xanımda. Heç xanım razı olmaz tələq ala, heç ağa. Çünki tələq çətindir, hər tələqdə yer göy ərş ləxliyir, titirir, firiştələr narahat olur, məlakilər narahat olur. Tələq yaxçı bir işdə. Bəli də indi camiəmiz o cür olub da, indi mütəəssifanə əksəriyyət də günah nə kişilərdədir, nə xanımlarda. Xanım da zindanı olub evdən oynasın. Həmişə bir davada hər iki tərəf müqəssir olur. O təbiidir, yəni heç vaxt demək olmaz ki, bir tərəf müqəssirdir. Xub, sizin də yox, büyüteş, mən nə deyəmərəm? Razıydınız tələq. Səlsiz qət o, mən nə deyəmərəm? Mən yox. Razı deyildi. Bəli də olurdu. Heç kəs razı olmaz. Bəli, baxırıq bəqə olursan. Yetişirik o axir ləhsiyə məcbursuluqdur. Mütəəssifانə mənim xanımım, məsələn, ya mən özüm, o cür müşkülümüz yox idi. Mənim xanımın qərdəşi mənə kələh vurdu 98-də. Çox pulumu götdü. Bəli, mütəəssifانə axirdə də xanım gəldi qərdəşinə tərəf çıxdı. Oradan biz aralandıq. Bizə rəbt olan bizətlər. Mən də Bakıda olduğu heç şəhəzə gətirəmirəm üstə. Və hər hal dua edirik ki, heç kəsə bu ittifaqlar rast gəlməsin. Vəli zamanı ki, istəyirsiniz təlaqa fikirləşəsiz, əgər vaqəən də istəb elib dayanıbsız, səy elən saziş eləyəsiz, səy elən həll eləyəsiz. Amma yox, gördünüz də yolu yoxdur. Həmin qədri ki, xanım yanıb o zindiqanlıqda, kişi də yanıb o zindiqanlıqda. Həmin qədri ki, xanım cavanlığın ömrün qoyub o zindiqanlıqda, kişi də ömrün cavanlığı qoyub o zindiqanlıqda. Elə yola gəlin tafuqa. Nə six bir suzə, nə kəbab. Bir müddət bir yaş
tane də ayrılın. Yəni düşmən qərar dədən ayrılan bir-birindən düşmən ola. Be hər hal o uşağın atasısan, anasısan. Vəssalam. Bəli. İndiyəcən bu həm baş yastığa qopsuz, bu həm cancan deyibsiz, bu həm ərvat yaşayıbsınız. Elə də olar ki, ayrılandan sonra da düşmənçilik olmuyor. Axırı ölümdür bu, Rəsul. Aha. Həm də səhər bir-birini görəcəksən, danışan. Axı bilsən ayrılıq demə sən o cür deyil ki, rahat kənarından geçək. 2 il çəkər, çək ağa, çək xanım, ta özün tapa. Xanım olsa ağalardan zəhləsi gedəcək 2 il. Ağa da olsa xanımdan. Yəni elə adam baxır görür da, yap yaxın-tərin adam öz bacısı məsələn, adam deyir, ötür ha, xanım da. Nifrət olur da, təlaqda o cürsünədir də, 2 il sonra elə hələ məğzindən çıxar, qəlbindən çıxar. Əslən xatiratı var, bədi 10 ildən sonra bir daha xiyabandan gedibsən, oradan geçsən mütməyin ol, əllərini, ayaqlarını titriyəcək. O cür deyəsən, rahat ilə bəqəldən rədd olaq gedək, yox. Vəli, əgər birisiyə... Cəsarət olmasın, vəli həmçədən sən böyüksən xanımın, qardaş. Yox, əslən nifrətim var mənim. Mən kulliyyəti deyiləm. Nifrətim var. Birindən nifrət olsa, xatiratla olmaz. Yox, mən xatiratını demirəm. Deyirəm, kullən təlaqdan sonra insan o cür olur. Mənim özümün nifrətim var. Heç indi deyələ, 10 seri öləsən, tazdan gələsən dünyaya, ondan izdivac elərsən, deyərəm, yox. Bəli, şey olsaydı deyərdim, hə. Təqribən elə mən də sizə təcrübəm vardı. Vəli insan birindən tamam eləsə kutussa, fəramuşi behtarin dərmandır. Yəni qət oldu ağa Rəsul fırladı interneti mənə. Dostlar, ağa Rəsul qət oldu ya mən. Şeyim internet.